Salam, hörmətli izləyicilər. Mən Sənəm Əliyeva, məktəbəqədər təhsili üzrə təhsil ekspertiyəm və beynəlxalq təcrübəyə malik bir mütəxəssisəm və 2016-cı ildə Estoniyada təhsil sahəsi üzrə ilin adamı seçilmişəm. Bugün mən sizə məktəbəqədər təhsil barədə bildiklərimi paylaşmaq istəyirəm və ümid edirəm ki, bundan sizə bir fayda olacaq. Əziz izləyicilər, bugün sizə mən məktəbəqədər təhsildə təhsil mühitinin yaranması barədə danışacağam. Ümumiyyətlə, təhsil mühiti nədir? Öyrətmək nədir? Tədris nədir? Təhsil nədir? Ümumiyyətlə, məktəbəqədər ocaqlar təhsil verməlidirlərmi? Bəzi bu suallar çox danışılır. Bəli, məktəbəqədər təhsil ocaqları birbaşa uşaqlara təhsil verməməlidir. Amma məktəbəqədər təhsil ocaqları keçən verilişlərdə qeyd etdiyim kimi təhsil və tərbiyədə valideynləri dəstəkləməlidir və bu onların borcudur, onların üzərinə düşən vəzifədir. Və bunun üçün məktəbəqədər təhsil ocaqları bir təhsil mühiti yaratmalıdırlar. Təhsil mühiti nədir? Öyrətmək nədir? Öyrətməyin özü öyrənmək üçün əlverişli təhsil mühitinin yaradılmasıdır. Vəssalam, bundan başqa müəllimdən bir şey tələb olunmur. Sən uşaq üçün əlverişli təhsil mühiti yaratmalısan. Bu təhsil mühiti oyun olmalıdır, mütləq şəkildə. Bir alim deyib, mütəxəssis deyib ki, təhsil mütəxəssisi, psixoloq, oyun öyrənmədən fasilə deyil, oyun öyrənmənin özüdür. Yəni, biz elə düşünürük ki, biz onları masa arxasına oturtduq, 3-5 yaşlı uşaqları, onlara müəyyən xətt cızmağı və ya hər hansı bir heyvanın şəklini çəkməyi öyrətdik. Bu, öyrənmə prosesidir. Və sonra öyrənmədən fasilə olaraq ona oyun verdik. Xeyr, biz böyük, yanlış, səhv yoldayıq. Biz yalnız oynayanda, yəni biz uşaqları nəzərdə tuturan subyekt, onun beyni açılır. Çox xahiş edirəm, diqqətli olaraq gözlərinizi qapayın və bir dəqiqə içində keçmişinizə qayıdın, uşaqlıq dövrinizə qayıdın və hər hansı bir oyuncağı və hər hansı sevdiyiniz bir oyunu xatırlayın. Bir dəqiqədən sonra gözlərinizi açın, üzünüzdə bir gülüş olacaq, bir xoşbəxt ifadə olacaq. Çünki o zaman o oyunu oynayanda siz xoşbəxt idiniz və insan, uşaq xoşbəxt olanda, ən pozitiv yüklərlə yüklənəndə, onun öyrənmə bu beyində, sağ və sol yarım kürələrdə açıq olur. Və ona görə bütün təhsil ekspertləri dünyada bütün və Azərbaycanda da həmçinin, mən bir çoxu ilə münasibətli olub və söhbət etmişəm, qeyd edirlər, öyrənmə oyun prosesində, yəni məktəbəqədər təhsil mühitində öyrənmə oyun prosesində olur. Bu mühiti isə cürbəcür yarada bilərsiniz. Bu, yaşıl mühit ola bilər. Məsəl üçün, sizə yaşıl mühitdən, bunu hətta layihə əsaslı təhsildə də istifadə edə bilərsiniz. Yaşıl mühitdən bir misal gətirim. Siz bağçada deyə bilərsiniz ki, həyətyanı sahəmdə böyük deyil, orada əkmək üçün sahəm yoxdur. Ola bilər, bəli, böyük deyil. Allah qismət eləsin, daha böyük olsun, torpaq sahəniz olsun. Amma elə otağınızda da, öz qrup otaqlarınızda da, dibçəklərdə uşaqlarla bərabər, tutaq ki, yaşıl layihə qəbul edirsiniz və bir ay ərzində bu layihəni aparırsınız. Məsəl üçün, birinci həftəni siz valideynləri iş birliyinə cəlb edərək, onlardan istəyə bilərsiniz ki, hər hansı bir şitirlər gətirilsin. Bu, heç də bahalı bir layihə deyil. Torpaq da bahalı deyil, dibçəklər də bahalı deyil. Uşaqlarla birlikdə siz bu şitirləri əkirsiniz və düzürsünüz qrupun pəncərəsinin kənarına. İkinci həftədə hər hansı bir, məsəl üçün, quş saxlaya bilərsiniz, balıq akvariumu təşkil edə bilərsiniz. Hətta mən görmüşəm, bu dünya təcrübəsində çoxdur, otaqlarda ilbizlər saxlayırlar. Xüsusi onlar üçün şüşə akvariumlar var, onların özlərinin. Çox asan bir şeydir. Xırda bir torpaqlar qoyulur, otlar yığılır uşaqlarla bərabər və ilbizlər saxlanır. Və ya üçüncü bir sizə təklif verə bilərəm, bu layihəni Yaşıl Dünya naminə edə bilərsiniz. Və ya yenə valideynlərə müraciət edə bilərsiniz. Təklif edirəm, atalara müraciət edin birbaşa. Ailələrdə onlarla bərabər quş yuvaları düzəldin. Bağçanın həyətində və yaxın ərazidə olan ağaclara quş yuvaları asın və uşaqlarla birlikdə, artıq layihənizin 3-cü həftəsi gedir. Uşaqlarla birlikdə o quşlara yem verin, vaxtaşırı. Bilirsiniz,
payız gələndə, qış gələndə quşların yem tapma məsələsi çətinləşir. Baxın, uşaqlarda siz hansı emosional, sosial bacarıqları inkişaf etdirirsiniz? Qayğıkeşlik, ətraf mühitə sevgi, uşaqların, heyvanların, bitkilərin qayğısına qalmaq, anlamaq ki, təbiət bütövdür. Onun bir hissəsi insandır, digər hissəsi bitkilərdir və heyvanlardır. Heç biri bir-birinə zərər verməməlidir. İnsan təbiətlə həmahəngdir. 4-cü həftəsi mən sizə təklif edərəm, onları bir dəniz qırağına aparın. Hətta o qumluğu çınqıllardan, daşlardan təmizləyin. Heç bir şey olmayacaq. 1-2-3 valideyn də özünüzü də götürün. Dəniz barədə söhbət edin. Bütün bu yaşıl dünya naminə bir ay içində hər həftəni bir fəaliyyətə həsr edərək, baxın, həm gününüzü maraqlı edirsiniz. Uşaqlar daha çox şey öyrənir, yazmadan, hətta onlara kitab oxumadan daha çox şey öyrənirlər və əldə etdiyiniz, inanın ki, nəticə də çox gözəl olur. Sizə uğurlar.